Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilərim və izləyicilərim. Deməli, bu asma tavanın işığıdır. Gördüyünüz kimi görürsünüz hal-hazırda. Deməli, burada bağlayıblar, xətti bağlayıblar. Burada zalent deyəndə həmişə bu başlığa fikir vermək lazımdır ki, sabah misal üçün qonşudan bir su sızırsa, nəsə bir şey, zalentin içindən keçib, nolla fazla bitişdirib karotki verməsin. Ona görə mükəmməl halda bağlanmalıdır ki, pis olmasın. Yəni, sabah karotki verib, təhlükə yaratmasın. Görürsünüzmü, o da yuxarıda qalıb, köhnə xəttdə. Bu bağlanış kiminsə işini pisləmirəm, Allah hamının işini avand eləsin, sadəcə olaraq olacaqları deyirəm də, yəni ki, nədir. Deməli, burada bu işıq birincidən bağlanmışdı. Bizdə burada da bir də iş olmuşdu, yəni lampanın biri yanmırdı, mən bu yandakı, elə bil ki, onun yanındakı bu gördüyünüz. Bu istəni dəyişmişdim mən. Sadəcə olaraq bu istəni mən güman eləmədim, heç elə bağlanar. Onların zaletlərin başı tok keçirmə olubdu. Xəttlər düşüb yaxın. Və işıq atmışdı, karotki vermişdi. Bu da mənim universal mərfəət ustanın bağladığı, yəni mənim. Görürsünüzmü? Arada zazor, nazikdir şunul, yəni zazor qoymuşam ki, zagim atmışam ki, şunul dartılıb qırılmasın bağlanış yerindən. Görürsünüzmü? Səliyyəli. Bu da universal mərfəət usta.